Bugün Elvin olsun, Nəriman olsun, biz bunlarla rəqibə təzyiq yarada biliriksə və yaxud Bəhlul olsun və yaxud Tural olsun, biz buna birincisi sevinməliyik, ikincisi də ki, onlara inanmalıyıq, güvənməliyik. Yəni, əgər bir oyuncuya il boyu əgər təzyiq varsa və bugün o meydana çıxıb özünü 90 dəqiqə normal idarə edə bilirsə, o çox böyük iş görür. Və Nərimana ümumiyyətlə çox son vaxtlar yəni, o qədər təzyiqlər olub ki, adamın 21 yaşı var. Yəni, əksinə mən bir məşqçi olaraq onun yanında olmalıyam, əksinə onun potensialını daha da açmağa çalışmalıyıq. Yəni, belə, yəni biz Zədəyə kimi Nərimana baxsaq, Nəriman bizim qruplara düşməyimizdə bəlkə də ən böyük pay sahiblərindən biri olub. Bütün oyunlara baxsaq, ya qol vurub, ya asist verib, yəni mənim düşündüyüm, tapşırdığım pressing eləyib rəqibə. Yəni, ümumən belə, amma azarkeşə haqq qazandırmaq lazımdır ki, onlar daha artıqını gözləyirlər, daha yaxşısını gözləyirlər. İlk olaraq məndən, sonra komandadan, kollektivdən. Belə normal, amma yəni bizim bugünkü uğurlarımız o uşaqların əziyyət çəkməsi, o uşaqların belə deyək, ürəklərini meydana qoyması üçün olan bir belə deyək, nəticələrdir.